Salam Hidayət bəy. Bu sözü çox qəşəng sözdür və qabaq sözlərdən çox istifadə elədim. İstemarın tarixi ya Hindidə və ya İranda və ya İslam ölkələrində. Bunlar hamısı düzdür, siz elə dəqiqən özürüdür. Və bu istemarı işğal biz adlandırmaq mövzusu mənim öz nəzərimə istismarla istemarın bu fərqi var ki, istismar siz deyən təşkil bir fabrikada, bir kərxanada ola bilir və insanların öz işçiliklərindən bunlar mənfəət götürürlər. İstemarda budur ki, əlavə bu işçilərin işləməsindən bir mənfəət götürməyi, onların məntəqəsində də şeylər, mədənlər və təbii mənabeydə və təbii mənabeyisində onu ələ gətirib və onlardan da hesab mənfəətlənirlər. Dəqiq budur. Və 2000-ci məsələ zehnimə gəlir, dəqiqən siz deyən düzdür ki, əvvəl bir istemargər istəsə bir dənə yeri istemar eləyə, onun fikrilərin əlinə ala, yəni əfkarına hakim ola. Ondan sonra istemar edir. Dəqiqən mən də danışıqlarımda sizə bunu elə işarəsini elədim. Ki, vaxt deyirik Pəhləvidən bu hələ 2 dənə qüvvə vardı, qüvvə hakimə camiədə. Ki, biri kulli sistemi camiəyə, ki, şahlardır və sistem hökumətidir. Bir o idi olan əllərində, bir Pəhləvilərin tərqi ilə emal olurdu. Və birisi də mallaların və ruhanilərin nəqşi idi ki, onlar da və birisi də bunu demək olar ki, mallaların tərqi ilə emal oldu və tüm mallalar, ruhanlar əfkar-ı ümumi camiəyə hakim idilər. Birisi də bunlardılar. Ya 2 dənə qudrət müvazi bir də camiə istemarın əlində oldu. Və bücü deyə bilərəm ki, Xumeyni heç zaman 57-də rəhbər olmadı. Xumeyni 42-də rəhbər oldu. Ondan qabaq rəhbər intiqab olunmuşdu. Amma o şey ki, cəddilər cəmaətə göstərdilər və qoydular taxtçada və müntəzir oldular. Vaxtında bu taxtçadan bunu götürüb qoysunlar, işləsinlər. O zamandan 42-dən bu əməl oldu, ya taxtçaya qoyuldu. Dəqiqən siz deyən halda elə bu da oldu, amma qabaqcan 57-dən qabaq oldu. Hətta deyə bilərəm onun babasından şayət bu. Necə ki bilirsiniz, bu istemar fil-bidahə işləri görməz. Yəni qabaqsan bir bərnaməsi olar, bərnamənin üstündə qabağa gedər. Xumeynin gəlməsi və 57-də də bizi təhrik edib çıxartmamızı eşiyə elə bu məblanın üstündə idi. Və dəqiqən siz deyən təkindir. Bizi əbzar elədi, qabaqdan üstümüzdə işləmişdi. Ruhanlar, mallaları bizim beynimizə soxmuşdu və onların sözlərini də bizim beynimizə soxmuşdu və onları bizə düz adam göstərmişdi. Və bu zəminədə 57-də o tərikdən bizi çəkdi eşiyə, o şeyi kudite ilə görməli idi. O şeyi gətdi bizim özümüz əlimizdən gördüydü. Ölü də verdik, zindanlara düşdük filan Behman. Hər halda onu gətdi iş üstə. Bu koddan bir proje idi ki, qabaqcadan təyin olmuşdu istemarın təvəssütü ilə. Və bu işğalda deyəndə düzdür. Əvvəlcən bizim bunlar beynimizi işğal edirlər və sonra bu beyninlə gəlirlər camiəmizi işğal edirlər. Dəqiqən mən bu da sizə hesab katılıram. Dəqiqən ölçüsünədir. Amma bunun rəvəndində nəcür oldu. Dəqiqən həmin şey planları qoşdular ki, 57-yəcən, indiyəcən idaməsi tapdı. Yəni cəng idi, onların planları idi. Qurluqların aradan götürməsi onların planları idi. Bilmirəm, ya mənim nəzərimə təhrimlər hamısı bunların planları idi ki, bir gizli şəkli də sonra 57-dən sonra bunun idaməsi oldu. Özlərini göstərmədilər, bunları qoydular. İşte dəqiqən mən bu babətdən sizinlə hesab əqidiyəm. Olmalı yox, o məsələdir. Və kimlər fasların düşmənidir, o məsələdir. Kütlərin mövridində biz bunları fasların düşməni hesablaya bilmərik, mənim nəzərimə. İlləti budur ki, bunların kütlərin əsli düşməni tühlərdir. Çünki əgər biz bunların nəqşələrinə baxaq, əgər bunların hədəflərinə baxaq, bunların hədəfləri o zaman yerinə yetişə bilər ki, tühlərin yerlərini alalar, Azərbaycan yerlərini alalar, ənazi ayrı məmləkətləri demilir. Bizim məmləkətlər bunların yəni kütlərin hədəfləri budur ki, Azərbaycan torpaqlarını ələ alalar. Bunlar bu nizamən düşmən deyirlər ki, biz onlarla müttəhid olaq. Bəlkə onların ittihadları sizin baxışda baxanda ki, əgər kütlər də elə o baxışda baxsalar, onların ittihadları faslarla ola bilər. Yəni bizlərlə ola bilməz. Yəni fasların da mənafeləri, tühləri assimilasyonu və tühlərin yerlərin almaq və onlara tedirgin salmaqdır. Ona görə kütlərinin, fasların iştirak nöqtələri bizdən çoxdur, çoxdur ta bizə. Bizim yerimizi işğal eləməkdadır onların ki, fasların hədəfləri ilə bir gələ bilir. Bir iştirak nöqtəsinə gələ bilir. Bunu mən beləsinə deməyəlim, bunu bir misal vurum sizin üçün. O misalda bu ola bilər ki, Urmiyyənin şeylərində, intixabatında hamı təhrim elədi.
tamam millətə təhrim elədi, Azərbaycan təhrim elədi, Türkiyə də təhrim elədi. Bu bir ittihadıdır ki, dövlət hökumətin əleyhinə. Amma biz burada bərəks gördük bunu. Yəni mən dediyimi burada sabit edirəm ki, Kürdlər onlarla birlikdə müttəhid oldular, getdilər, rəy verdilər və nə bilədir, Türklərin müqabilindəki Urmiyədə rəy gətirib nümayəndələr məclisə göndərsinlər. Hər nə qəlb edəsiniz, bu nümayəndələr hesab nizama işləyə filan eləyər ki, Kürdlərin mövqeyində bunu mən qəbul eləmirəm. Çünki Kürdlər hansı hesab məqama yetişsələr, əvvəlcə və monoqol şəklində onlar əməl eləmirlər Kürdlərə görə. Kürdlərin ziddinə əməl eləmirlər. Və o hədəflər ki, Kürdistandır, onun çarçovasında qeyriləməlisə və o cəhətdə hesab əməl edirlər və danışırlar. Bu hesabla ki, bunlar orada rəy verdilər Urmiyədə, dəqiqən bunu göstərdilər ki, biz bunlarla əslində müttəhid ola bilmərik. Bunlar fikri bizim yerimizin işğalındadılar və farslar da razıdırlar bizim yerlərimizi işğal eləsinlər və bunlar heç zaman biz demokratik və federal hökumətə deyirlər, razı deyirlər və hədəfləri də o deyil. Və hər çağırışda, hər hərəkətdə bunlar bizim yerimizin işğal edilməsinin fikrindədirlər. Binabərin biz bunlarla əslində müttəhid ola bilmərik. Mənim əsli sözüm budur. Bəs nə etməliyik? Bəs nə etməliyik? Siz deyən təkin bu böyük dövlətlər bunların dalısında və deyə bilərəm gücümüz də farslara çata bilmir. Bunlar da burada bizim torpaqlarımızı alırlar. Ayrıca da belə baxaq deyirlər bunlar bu işi görsünlər. Biz bir babətdə, bir baxışda bir yolumuz var. O da budur ki, Kürdlərin ittihadı yox, ayrı millətlərin ittihadı ilə eləyə bilərik. Məsələn, bu hökuməti salaq və bir də elə Salam mənim əziz və hörmətli dostum. Bir neçə məsələni sizə mən xatırladım. Bununla belə ki, Kürt məsələsinə həssasiyyətinizi təqdir və təşəkkür edirəm. Yəni bu ciddi olmalıyıq. Biz düşmənimizi zəif də olsa ciddi tutmalıyıq. Bu bir. Amma yerlərin fərqlidir. Yəni düşmənin yerin o ki bizim məmləkətimizi əl-an işğal eləyibdir. Baxın, bir dana bilquvvə xətər var. Yəni gələcəkdə ola bilər ki, biz zəif olaq. Kürdlər güclü olarlar, gələrlər, bizim torpağımızı alarlar. Belə bir buna deyirlər bilquvvə. Bir də var ki, İran, Fars bugün bizim torpaqlarımızı alıbdır. Bizim milli hakimiyyətimizi, dövlətimizi aradan aparıb. Qacar bizim milli hakimiyyət dövlətimiz idi. Sorry. Şeyx Məhəmməd Xiyabani, Pişəvəri, bunlar bizim milli dövlətimiz idi, aradan aparıb. Məncə də ən... Salam mənim əziz və hörmətli dostum. Bir neçə məsələni sizə mən xatırladım. Bununla belə ki, Kürt məsələsinə həssasiyyətinizi təqdir və təşəkkür edirəm. Yəni bu ciddi olmalıyıq. Biz düşmənimizi zəif də olsa ciddi tutmalıyıq. Bu bir. Amma yerlərin fərqlidir. Yəni düşmənin yerin o ki bizim məmləkətimizi əl-an işğal eləyibdir. Baxın, bir dana bilquvvə xətər var. Yəni gələcəkdə ola bilər ki, biz zəif olaq. Kürdlər güclü olarlar, gələrlər, bizim torpağımızı alarlar. Belə bir buna deyirlər bilquvvə. Bir də var ki, İran, Fars bugün bizim torpaqlarımızı alıbdır. Bizim milli hakimiyyətimizi, dövlətimizi aradan aparıb. Qacar bizim milli hakimiyyət dövlətimiz idi. Şeyx Məhəmməd Xiyabani, Pişəvəri, bunlar bizim milli dövlətimiz idi, aradan aparıb. Məncə də ən önəmli haqqı dünyada bireysel yox, toplumsal, ictimai haqq, ən mühüm haqq dövlətçilikdir. Dövlət qurmaqdır. Dövlət olmasa o bir haqların heç birisi olmaz. Siz nə qədər ana dilindən danışırsınız, danışın, hər nədən danışırsınız, danışın. O günəcən ki, dövlətiniz olmaya, o günəcən onlar istədikləri dərsi ana dilində qoyarlar. Amma keçək indi buradan bir neçə məsələni cənabınız buyurdunuz, mən onlara da bir nəzərimi... Dostum, məsələn, baxırıq, istimar və istismar. İstismar, siz gözəl açıqladınız onu, bəlkə yəni, mən orada bir səhv elədim. Amma baxın, o zaman ki, Avropalılar, Kristof Kolombgil, onlardan sonra gəliblər Kanadaya, Amerikaya, buradakı adamlara, əvvələn bunlar tüfənginə topla gəliblər. Buradakı adamların oxu var idi, əllərində ağacı var idi. Yəni yay kamanından, oxunan, bir də ağacla, əl ağacı ilə gəliblər daşla, gəlib daş atırmışlar onlara. Ona görə ikinci şey ki, bunlar görüblər, istimar belirlər, istimar qətliam elər. Gəliblər, bunlara pətu veriblər, pətunu baxışıblar, cuzan məriciliklə, dünyada da bu işi bunlar görüblər, hər yerdə bu işi görüblər, bomba tamı bura. Bomba bunlar istifadə ediblər, bu məsihlər. Bunlar məriciliklər yayıblar, bombi şimyayı, bombi mikrobi, bunların hamısı bunların içində tarixdə də bu işləri görüblər. Həm müsəlmanların əleyhinə, həm türklərin əleyhinə, həm də bu o birisi millətləri içində, türklər də müsəlman. Amerikada, Amerika qarrəsində, həm cənubi, həm şimali.
Baxın, bunlar pətuları bağlayıblar, məriz silahlara, batırıblar. Yəni məriz adamlara veriblər, örtüblər onların üstlərinə, bunları gətiriblər. Burada paylayıblar. Bunlar da soyuq idi, alıblar, çox gözəl bir şeydir. Alıblar, hamısı tuzam tutublar, ölüblər, gediblər. 100 milyon adam burada ölübdür. Nə olubdu? Gəliblər torpağı alıblar. İstəyirəm sizə o istimarı göstərəm nədir? İstismarla fərqi budur. Gəliblər torpağı alıblar. Bu adamların hamısını deyiblər, dinizi dəyişdirəsiniz, dinizi dəyişdirəsiniz, hər nəyinizi dəyişdirəsiniz. Bizdən olasınız. Bunlar aparıblar çoxlu adın qoyublar, siz savadlanacaqsınız, aparıblar burada soxublar mədrəsəyə, oğlan uşaqlarına belə təcavüz ediblər. Kanadada, Alberta əyalətində bir dənə mədrəsədən 400 neçə dənə uşaq cəsədi çıxardıblar. Uşaq mədrəsənin həyətindən, kilisanın həyətindən, qəbristandan yox. Bu cür şey. Ondan sonra bunların beynini dəyişdiriblər. Yəni nə mənə? Sən əslən baxın, siz mənə deyin ki, hindilərlə Avropalıların nə ilgisi var? Niyə məsələn deyirlər ki, Indian European? Hindi Avropayı deyirlər. Əslən ola bilər. Əslən bu yerinin gözə fərqlər var. Amma hangi məmləkət haranı müstəmirə eləyibdi, alıbdı, işğal eləyibdi, oranın insanların özünə bağlayıbdı. Sən məndənsən, sən məndən olursan ki, iftixar olarsan. Beləsi eləyib. Burada məlumatda dedim Alberta'da bu yanlışdır. Bu British Columbia'dadır. Nümunə üçün baxın, məsələn Hindistanda o zamanki Babililər iş üstədi. O günün, Babililər dövrünün indiki gününlə müqayisə edək ki, məsələn New York dünyanın ən böyük şəhəri, ən sərvətli şəhəridir. O gündə Babililər dövründə də Kəlkətə idi. Amma nə etdilər? Bu ingilislər gəldilər ora, yavaş-yavaş oranı əllərinə keçirdilər. Həm türklərin imperatorluğunu apardılar, həm İslamları apardılar, həm də kollər onların dillərini dəyişdirdilər. Hindistanın bu günləri ən böyük iftixarı budur ki, ingilisdir. Və bunun üçün də ingilislərlə hətta bu günün müştərəkül mənafidir. Bir söz də sizə deyim. Bu günləri Kanadanın hər 100 metrindən 89 metri mələkənin, İngilistanın mələkəsinin, Kanadalıların ya bizlər ki köçmüşük onların deyil. Diqqət buyurursunuz nə qədər ağır istismar belə. Hətta ingilislərin də deyil ha. Mələkənin mülküdür, şahın mülküdür. İndi mələkə öldü, şahın mülküdür. Yəni özü də nədir deyir, buranı icarəyə verəcəksən. Məsələn biz indi duraq gedək, bura meşədə gedək dolanaq ya dağda çıxaq dağa. Orada nigahban olsa bizi güllə ilə vurub öldürər. Çünki bizim haqqımız yoxdur ki, mələkənin mülkünə, şahın mülkünə. Ora privatedir, yəni xüsusi. Yəni bu torpağın 99 neçə milyon kilometr mürəbbə yerdir. Bunun məsələn 1 milyondan azı millətindir. 89 şey onundur. O qədər bu şeydir yəni. Siz bunları istismar bu cürsüdür. Hətta ingilislərin də deyil ha, mələkənin mülküdür, şahın. İstismar əvvəl ordu ilə gələr, əvvəl işğal elər, sonra sizi qorxuda qətliam elər, sizi qorxudar, qorxudan siz ona təslim olarsınız, ona təslim olandan sonra o dediklərine inanmaq borcundasınız ya köçmək şeyindəsiniz. Hara köçəcəksiniz? İndi bizdə də bu olubdur, görürsünüz, neçə dəfə qətliam olmuşuq. Ondan sonra qorxu girib canımıza, bu cürsü bizə ondan sonra bizə tarix düzəldiblər, bizə dil düzəldiblər, Azəri deyin, nə bilim tarix düzəldiblər. Siz ayrı yerdən gəlmisiniz, plan bəhman biz beləsi. Yəni bu istismar deyil, bu işğaldır. İşğal, istismar işğalın üstün olar. Zirbəna, əgər biraz fəlsəfi desəm, zirbəna işğaldır, rubəna istismardır. Bu burada. Amma o zaman ki dedik istimarın bir işi budur ki beyinləri doldurar, dəyişdirər. Siz özünüzü aşağı, əvvələn qorxacaqsınız, sonra özünüzü aşağı görəcəksiniz. Çünki o adam işğal edib, o adam istədiyi vaxt sizə təcavüz edər, cinsi təcavüz belə. Oğlana, qıza təcavüz edər, onlar o da o kompleksi, o aşağılıq kompleksin, o özün aşağı görmək, xor görməyə adət elər. Şey alarlar, girərlər, yəni onun qabağında qəddələm eləyə bilməz ki, deyə bilməz ki, mən məsələn səndən savaşacağam, gəl ola, mən dünən sən təcavüz eləmədim, məsələn. Bu qədər, yəni insanlar o da ələni göz qabağında, bilirsiniz. Məsələn, bunlar ki, gəliblər burada əks salıblar, bunları şikar eləyiblər, adamları şikar eləyiblər, ayaqlarını qoyublar üstlərinə, tüfəngi tutublar, əks saldırıblar hər yerdə, ruznamədə, məcəllədə. Buna görə ki, o fərhəngi yaysınlar ki, biz güclüyü öldürürük sizi və siz də qorxmalısınız, təslim olmalısınız. Həmin iş bizim də başımıza gəlibdir. Bunlar gəliblər. Birinci Dünya Savaşında Türklərin və İslamın ən böyük güc, siyasi, mali, iqtisadi, nizami gücün ki bu bölgədə qoymurdu. Hər yerdəki müsəlman dövlətinin ayağı var idi, qoymurdu ora müstəmir olsun, işğal olsun. Əvvəl gəldilər onu yıxdılar. Babilləri qabaqdan yıxmışlar. Sonra gəldilər yavaş-yavaş ki Babillər şeyin altında değildi. Osmanlı xəlifəsinin hökmünün altında değildi. Onu yıxdılar. Onu yıxandan sonra gəldilər Osmanlı dövlətini yıxdılar. Osmanlı dövlətinin yerinə 44 dənə, mən İranı da gətirirəm, 45 dənə dövlət düzəltdilər. Bunların hamısına yeni tarix yazdılar, yeni teori yazdılar, filan, bəhman, eləsi, beləsi. Bunlara lider düzəltdilər.
Bunlara dil düzəltdilər, tarix düzəltdilər, yeni şeylər verdilər. Beyinləri bunların kitablarda, məcəllələrdə, radio, televiziyonda bunların beyinlərini əllərinə aldılar. Elə əllərinə aldılar ki, cənabımız məsələn çox rahatca deyir ki, Xomeyni 42-də soruşun dədənənəzdən heç kəs tanımırdı. 200 dana molla qumda bəlkə tanısıydı. Yox, 42-də değildi. Onu gətirdilər 57-də, 56-da gətirdilər BBC ilə, ora ilə, bura ilə. Bizim də ki beynimiz yıxanmışdı. Bizim beynimiz istemarın əlindəydi. Baxın, mumdur. Bizim beynimiz onların hələ də var, onların əlindədir. Mənutudu, fulandı, bəhmandı. İranda insanların beyninin şəkildə mum kimi də alır əllərinə, xəmirlirlər. Hər nə istəsələr, sabahlar istəyirlər, hər kəsi istəyirlər gətirirlər iş üstə, sabahlar onu lider elərlər. Çünki bu beynin formatını veriblər onların əlinə. Əgər hipnotizmə baxsaz, hipnotizmdə bir iş görürlər ki, adam hər nə dəstur versə onu edir. Hətta eləyə bilər sizin beyninizə bir kod qoyar. Deyək ki, məsələn, hər vaxt mən filan fışqanı çalsam, sən oynayacaqsan. Ya filan fışqanı hər yerdə eşitsən oynayacaqsan. Bu adam mümkündür məsələn ki, bir ayrı adam, bir ayrı dünyanın ayrı bir yerində o fışqanı məsələn bir yerdə çala ki, orada məsələn oynamayacaqlar. O adam oynar orada. Çünki onun beyninə kod veriblər. Sümürcə və istismar da belədir. Orada gələrlər, sizin beyninizi kodlandırarlar. O koda siz adət elərsiniz, beləsi olmalıdır. Təbiisi beləsidir. Bunu da nənədən olandan ta ömrünüzün axirinəcən elərlər, kodlandırarlar. Onun üçün də siz hər vaxt o kodu eşitsəz, o əksül əməli ki, o adam o koda veribdir, siz onu göstərərsiniz. Bizim beynimiz beləsidir. Yəni bunun Xomeynini mənim nəslim, sizin nəsliniz tanımırdı. Bizim dədələrimizin nəsli tanımırdı. Yəni Azərbaycanda heç kəs Xomeynini tanımırdı, düzün desək. Bəlkə mümkün 10 dana, 20 dana, 50 dana molla tanırdı. Onlar ki o zaman qumda olublar. Yoxsa ondan sonra heç kəs onu tanımırdı. Hamı şəriət mədarı deyirdi. Yəni şəriət mədarı bizim şeyimiz idi. Ciddi liderimiz idi. Və çox güclü idi. Amma bizim beynimiz kodlandığı üçün hətta o mollalar ki deyirlər biz Xomeynini görmüşük, şəriət mədara mötəqidlər, onlar o kod, beyinləri kodu olduğu üçün o zaman ki Xomeyni adamları istədilər ki, gəlirlər şəriət mədarın qarşısında, hamısı çöndülər bizdə olduğu Xomeyniçi və şəriət mədarın qabağında durdular. İnanın məndən bu siz. Mən şəriət mədarçı deyiləm, Xomeyniçi də deyiləm. Amma bunlar tarixdir, bizim tariximiz. Niyə odur oldu? Çünki bizim beynimiz kodlanmışdı. Bizim beynimiz illər boyu, baxın, hala var bizim mesela Farsları Kürtlərdən aşağı düşmən bilirik. O halda ki biz Farsların işğalında yox. Farslar bizim hər şeyimizi işğal ediblər. Baxın, torpağımızı işğal ediblər. Milli hakimiyyətimizi, dövlətimizi aradan aparıblar. Silahlı güclərimizi aradan aparıblar. Aqillərimizi, roşan fikirlərimizi, ziyalılarımızı, ağıllarımızı hamısını qətliam eləyiblər, öldürüblər, dara asıblar, təbid eləyiblər. Əmvallarını bunları müsadirə eləyiblər. Hala müsadirə eləyirlər. Yəni bir də zindanələrimiz var bizim. Məsələn, birdən görsə 1 milyard ona vəsiqə alır. Bu müsadirə əmvaldır dostum. O şey deyil, vəsiqə deyil, müsadirə əmvaldır. Diqqət buyurursunuz, yəni adamın demokrat şəmşirini qoyur boynuna deyir, tərpəşsən də vuracağım, tərpəşməsən də. Dostum, Hindistan, Çin, Afrika, Kullən Qarri Afrika, Qarri Asiya, bunların hamısı işğal oldu. Hindistan işğal oldu, tədriclə. Ordu, Hindistan ordusu deyildi, İngilistan ordusu idi. Yəni düzdür Hindliləri idi, amma İngilistanın ordusu idi. Diqqət buyurun, Hindistanın hala yerləri İngilistan şahınındır. Yəni siz bunlar işğal bizə el eləyiblər ki, işğalı. Baxın, İran o gündən, baxın ya İran var ya Azərbaycan, ikisi ayrısı yoxdur. O zaman ki siz İran var, yəni Azərbaycan işğal olubdu. Əl-Əhvaz işğal olubdu. Və olubdu. Yəni siz necə bunu görmürsünüz ki, Azərbaycan, Şeyx Muhammed, əvvələn Azərbaycandan dövlətin yıxıblar, Qacar şeydir, bir dənə millətin dövlətin yıxıblar. Siz bunu işğal demişsiniz. Qacar dövlətimizi yıxıb siz onu işğal görmürsünüz. Ondan sonra Pişəvəri yıxılıbdı, Şeyx Muhammed Xiyabanı yıxılıbdı, onu işğal görmürsünüz, Azadistan dövləti. Pişəvərinin dövləti, milli hökuməti yıxılıbdı, siz onu işğal görmürsünüz. Ordu gəlib dostum, qətlam eləyiblər. Yüzlər min nəfər qətlam olubdu, ölübdü, qaçıbdı, təbid olubdu, əmbalları müsadirə olubdu. Yəni çox ciddi, yəni bunları siz tamam misalları ki vurdunuz, hamısında işğal var. Əvvəl işğal var. Əslində istismar sözü başqa bir şeydir. İstismar ərəb sözüdür, elə istismar mənası budur ki, İstemarda deyir, sən geri qalmış bir adamsan. Biz gəlmiş buranı abad edirik. İstemarın mənası budur. İstismarın mənası budur. Bu gün də ərəb kəlmələrində gündəlik işlədərlər. Məsələn mən bir cümlə vursam deyər ki, istismar televizyon. Yəni televizyondan fayda götürmək. İstismar sözü deyil. İstismar sözü budur. Məsələn mənim dədəm, mənim nənəm mənə deyir, get ilmək sal, gedim ilmək saldım. Olur istismar çünki uşağı işlədirsən. Bunun eybi o qədər yoxdur. Çünki içəridədir. Öz aramızdadır. Nəhayətdə burada bu sirvət ki, bu ailədə bu şeydə toplanıb, bunun ailənin rifahına gedir. Mən də işləyirdim təbii, ilmək salırdım, amma ailəmin rifahına gedirdi bu. Yəni bizim rifahımıza gedirdi, bu gedib qonşunun rifahına getmirdi. Amma istismar, sümürcə bu deyil. Sümürcə başqa bir şeydir. Və türkcə sümürcə hər ikisindən gözəldir. Biz Güney Azərbaycan, Türkmən Səhra, Qəşqayistan, Xorasan türkləri, tarixi bəllidir. Hangi gün gediblər, kimlər, hangi qüvvə ilə gediblər, fərmandehi kim idi, neçə sərbazı var idi, neçə təyyarası var idi, neçə tancı var idi, neçə topu var idi, neçə tüfəngi vardı, piyada nizam neçə idi falan. Bunlar hamısı bəllidir. Gəliblər, işğal eləyiblər torpağımızı. Amma siz və mən bu günləri tartışırıq. Niyə? Çünki bizim beynimizi kodlandırıblar. Bizim beynimizə əvvəl əllərini keçirdiklər, biz deyirik, istismar deyil bu. Hətta buna istismar daxili deyir çoxu.
Yəni o sizdə ya məndə günah yoxdur. Beynimizi elə kodlandırıblar ki, bizim yap belə çox şeyimiz siyasilərimizin bir çoxu deyirlər ki, istimari daxili. Nə daxilisi olan, haranın daxilisi? Mənim milli hökumətimi götürüblər, dövlətimi yıxıblar, qacarımı yıxıblar, yerinə bir qondarma dövlət qoyublar məni. Hidayət bəy, mən şərət müdarı zamanında, xalq müsəlman zamanında vardım. Özümdə hər zada şahid idim. Vaqiətdə mən desəm o zaman mənim 19 yaşım vardı və tamam cərəyanatda vardım inqilabın əvvəlindən. Hətta Bismillah Bəhməndən də qabaqdan ta 17 yaşımdan. 17 yaşım vardı. Şahsımanında əvvəlcə onda tutdular məni. Yox, ondan özə üçün cərəyanatın içində vardım. Ona görə bir miqdar məsailə zehni baxmıram. Ya əmələn məsailənin içərisində idim, dərgir idim məsailinə. Hətta xalq müsəlmanın cərəyanı dəqiqən vardım. Hətta biz o Bəhməndə siz deyirsiniz Xomeyniyə heç tanımırdı. Bu bir daha böyük vaqiiyyətdir. Mən özümdə tanımırdım. Amma o qruplar ki var idi, danışıcı qruplar filanlar. Bunlar bu qruplar, mücahidə fədailər filanlar, onların səmpatlarzadə işləyirdi. Taydoda ola hidayət edirdilər. Deyəsə bu hərəkəti. Onların da fikirlərini yetişmedi ki, bu cərəyan hardan başlayıbdı. Zehnlərini vardı ki, Şahi xandan sonra da bu bizim əlimizdədir. Özümüz hansı tərəfə söysək, biz bu cərəyanı hidayət edə bilərik. Halbuki gördük inqilabdan sonra əslən öcür olmadı. Yəni nöqtə keçdi ayrı adamın əlinə. Ona görə istəyirəm deyəm ki, tamam məsələdə içərisində var idi. Beynə bulan hamısını görmüşəm. Sözdə hər nə deyirəm, bax və sonra təcarüf hesab deyirəm. Bu qondarma dövlət məni idarə edir, amma mənim özümün haqqım yoxdur. Öz dilimdə mədrəsəm olsun, yazım olsun, kitabım olsun, tarixim olsun, dövlət qurum, işlərimi görüm, mədənlərimi eləyim, beynimi gəlişdirim, dünya görüşümü dəyişdirim. Yəni dünya görüşümüz bizim farslar kimidir. Niyə? Bizi farslaşdırıblar. Asimilasyon deyil, asimilasyon çox əşavi şeydir. Asimilasyon deyil, işğaldır, işğal, beynimiz işğal olubdur. Bizi kodlandırıblar, o cür görürük, o cür inanırıq, o cür dərk edirik, idrak edirik ki, onlar istəyirlər. Tamam baxın, siz mübarizlərə baxın. İranın əleyhinə mübarizə edirlər İranın eşiyində. Amma həman sözləri deyirlər ki, rejim işlədir. Həman kodlardan istifadə edirlər. Çünki o kodlarla tanışdılar. Taza kod yoxdur. O da insanların beynində o kodları ki, radiodan, televizyondan, mədrəsədən, kitabdan, danışqahdan, nə bilim filandan alıblar. Ondan başqa bir şeylə dünyanı görüb, düşünüb, anlaya bilməzlər. Ayrı cürə görmək üçün ayrı bir sistemə keçməlidirlər. Bu ayrı sistem odur ki, istiqlallarını alalar və İran hakimiyyətinin işğalından qurtararlar. Buna da ədəbiyyat yaratmalıdırlar. Buna dil yaratmalıdırlar. Buna düşüncə yaratmalıdırlar. Biz burada bir müşkülümüz var. Biz Kürtlər eynimizdə işğal olublar. Siz Kürtlərə görə mən inanıram bu vəsvasızı çox əladır, yəni təqdir də edirəm ki, çox gözəldir. Amma Kürtlər bizə görə eynimizdə işğal olublar. Onlar da biz hətta Pişəvəri dövlət quranda cəhdi olaraq şeydə Nəğədikdə harda bir tıqlı yer verdi. Dedi, burada siz dövlət qurun. Baxın, onlar da işğal oldular. Amma Kürtlər eləyə biliblər bizim tərsəmizə. Biz tək dilimizi, tək dövlətimizi, tək torpağımızı, tək beynimizi uduzmamışıq ki. Biz hətta sistemi ictimaimizi uduzmuşuq. Baxın, bizim sistemi ictimaimiz qabaqcan xanxanlıq idi. Hər bölgənin bir neçə xanı var idi. Onlar özləri şahı idilər o məntəqədə. Yəni mərkəzi dövlətin gücü yox idi. Mərkəzi dövlət bir iş görsəydi, gələrdi o xana müraciə elərdi. Qacar olmasın, hər kəs olsun. Səfəviyyə olsun, gələrdi o xana, o xanla danışardı. O xan da deyərdi, tamam, mənim bölgəmdə də belə olacaqdı. Qəbul eləsəydi. Bəzən də görürüz, mərkəzi dövlət zəiflərdir. O xanların biri güclənərdi, gedərdi mərkəzi dövləti yıxardı. Bu bizim tarixi sistemimizdir. Kürtlər eləyə bildilər ki, o xanxanlığı saxlayarlar. Paltarlarını saxlayarlar, dillərini saxlayarlar, coğrafiyalarındakı yaşıqlar onları saxlayarlar. Və umutları onun üçün də onlar gələcəyi deyil, abisi istirik. Mən cənabıza bir təhlil verdim. Birinci Dünya Savaşında bunlar Türk və İslam dövlətlərini aradan aparmaq üçün 4 dana sərətan yaradıblar bölgədə. Biri İsraildir, biri Ermənistandır, biri Farsistandır, yəni İran, biri də Kürdistandır ki, yaradacaqlar, yarada bilməyiblər. Onu Türkiyənin davamına görə, onun Kürtlərin qabağında müqavimət elədiyinə görə yarada bilməyiblər. Hər zaman Türkiyə zəifləsə, 40 ildir savaşır Türkiyə. Onda onu düzəldəcəklər. Necə ki, məsələn, Ərağın Süleymaniyyə istəyirlər dövlət qururlar, Türkiyə getdi, yıxdı, qoymadı. Referendum elədilər ki, istiqlal alsınlar, getdi, yıxdı, qoymadı. Biz toplumsal o xanxanlığımız ki, rəbabət ictimai idi, onu əldən vermişik. Biz iqtisadi cəhətdən, tövlidi cəhətdən və məsrəfdən bağlıyıq farslara. Biz niyə məsələn təhrim eləyə bilmirik farsları? Yəni biz məsələn filan şeyi işlətmirik. Çünki biz daha tövlid qınəndə deyirik, məsrəf qınəndəyik. Hər şeydə məsrəf qınəndəyik. Tək məsələn yemək içmək deyil, ət deyil, süd deyil, pənir deyil, paltar deyil, maşın deyil, təyyarə deyil, yol deyil, bunlar deyil. Bəlkə kitabda da, yazıda da, dildə də, ədəbiyyatda da, sinemada da, musiqidə də, hər şeydə mümkün türkcə deyək. Amma onların şeyin təkrar edirik. Onların düşüncələrini, onların o kodladıqlarını türkcə yazılır, yazı deyirik. Bizim beynimizdədir bu. Buradan çıxmalıyıq. Kürtlər bunun qabağında durublar. Bir dəşqa ilə biraz durublar. Türkmən səhralar çox durublar. Bəluçlar kamilən durublar. Ərəblər kamilən durublar. Bunlar var. Onlar hər şeylərini saxlaya bilirlər. Baxın, ərəblər, bəluçlar, türkmənlər, qəşqaylar, lorlar və Kürtlər eləyə biliblər ki, tarixdəki sistemlərin ki, xandı saxlayır. Onun üçün hizblər var. Bunların hizbləri 2 danadır. 2 dana ailənindir.
İki dana xanın hərəsi bir dana hizb qrupdur. İndi Pejaqdır, filandır, bəhmandır. Bunlar Amerikalılar düzəldiblər. Hərəsindən biraz alıblar. Hərədən biraz alıblar. Biraz da vəsətdə o qaçaq zindanələrdən, o birisi millətlərdən filan qatıblar elbə Pejaqdan, filandan, bəhmandan. Yəni orada ciddi bir hizb deyirlər onlar. Çünki onların tarixi və ictimai yerləri yoxdur. O şey ki bu günləri Kürt deyirik, Əraqda olsun, Türkiyədə olsun, Suriyədə olsun, İran deyilən yerdə olsun, bunlar ailə üzünə, xanxanlıq üzünə qurulublar. Bizdə o xanxanlıq arada getdi. Yəni deyirəm, çox şeyimiz arada getdi. Bizim ictimai kollən bizim ictimai, toplumsal, siyasi sistemlərimiz ki var tarixdə, Səfəvilər, Osmanlılar, ərz edeyim xidmətinizə, Əfşariyyə, Qacariyə, Ceddaliyə, hələ get, məsələn, Səlcuqlar, Qəznəvilər, Ceddaliyə, haracan gedirsən get, hamısında sistem, tarixi bir ənənə sistem var, bir siyasi sistem. Ki siyasi sistem neçə bölgəyə bölünürdü, neçə mahala bölünürdü, neçə dərəcəyə bölünürdü. Bunlar hamısı aradan gedibdi. Biz bir dənə İran, bir Tehran var, qurtuldu getdi, ondan sonra hissət yoxdur. Biz bunları, əvvəl bunları şey eləməliyik. Sağ olun dostum, yəni dostum, çox sevindim ki, siz məndən bir neçə yaş böyüksüz və əslində 5-6 yaş məndən böyüksüz və o şəriət mədarı hadisələri məndən yaxşı görmüsünüz, anlamısınız o məqtəyi tarixini. Bu çox önəmlidir. Amma indi gəlin sizə bir şey deyim. Mən bu son zamanlarda biraz araşdırmalar yaptım. Gördüm ki, dünyada hər məmləkətdə bir ideoloji düzəldiblər. Hər məmləkətdə bir ideoloji var. Birində İslamçılıqdır, birində Şiəçılıqdır, birində Vəhhabiçılıqdır, birində filançılıqdır, birində Bəhmançılıqdır. Hərəsində bir ideoloji, Rusiyada bir ideoloji, Almanda bir ideoloji, nə bilim filan yerdə bir, hər yerdə baxdım gördüm təhcə bir dənə məmləkət var ki, orada ideoloji yoxdur. İngilistan. İngilistanda ideoloji yoxdur. Heç ideoloji yoxdur. Nə dinli, nə dinsiz, nə siyasi, nə iqtisadi, ideoloji deyə bir şey yoxdur orada. Orada bir şey var. İngilistanda bir şey var, vətənçılıq. Vətən, o da hardan gəlibdir? O da gediblər dünyanı dedim, Avropalılar gəliblər bu Amerikanı, Kanadanı, nə bilim, Afrikanı, hətta Asiyanı, Hindistanı çalsat eləyiblər. Bunların sərvətlərini aparıblar. İnsanlara deyiblər ki, baxın, İngilisdə olmaq sərvətli olmaqdır. İstəyəsə sərvətli qalasınız ingilisdə. Onun üçün ingilislərdən tarixdə xəyanətkar görməzsiniz, casus görməzsiniz. Siz bir dənə görsədin ki, ruslar eləyə bilirlər İngilistanda bir casus tutarlar. Yəni casuslar olsun. Amerikalıların eləyə bilsin İngilistanda bir casuslar olsun. Olmaz. Çünki onlar bir indi 400 ilə yaxındır. Sərvətlənməyi, rifahı, ağa olmağı bunda görüblər ki, İngilisdə olsam, İngilisi qurusam, İngilisin mənafeyini qurusam, o mənim şeydir. Və onu da şahda görüblər. Baxın, eyni bu mövzu, eyni bu İngilistanın mövzusu Japonda da var. Japonda da əlbəttə orada din var, bir cür din var. Şah Allahdır. Şeydə, İngilistanda. Japonda da Allah, Şah imperator Allahdır. Şeydə də İngilistanda da demirlər, amma əmələn Şah Allahdır, mələkə Allahdır. Yəni nə cür? Yəni ki, İngilislər gəliblər, Hindilərlə, hər kəslə gəliblər, Amerikanı, Kanadanı, oranı, buranı alıblar, dünyanı, nə bilim, Astraliyanı alıblar, filan yeri alıblar, hər yeri alıblar. Calibdir ki, alandan sonra deyiblər, bu torpaqlar bizim deyil, sərbazlar, o əsgərlər savaşanlar deyiblər, bu bizim deyil, bu mələkənindir, şahındır. Və şahın şəxsi malıdır. İndi bizə danışanda deyirlər, rəiyyət, ərbab rəiyyət, amma xəbərləri yox ki, biz bu günləri mən əlan Kanadada ərbab rəiyyət sistemində yaşayıram. Çünki burada bu günləri biz, hər şey burada mütəlliq bir nəfərə. Mən burada həyat alsam, həyatimin 100 metr altında, 1000 metr altında bir şey çıxsa, 1000 metr üstündə, yəni altında və üstündə bir şey çıxsa, 51% mənim deyir, mələkənindir. Siz bunu bizim məmləkətlərdə tarixdə görməzsiniz, belə bir şey yoxdur İslamda və ya Türk şeyində belə bir şey yoxdur. Siz bir şeyi aldınız, ora malisiniz, onun aşağısı yuxarısı. Hətta məsələn müsəddiq dövrünə qədər neft millidir. Bu günlər dövlət elədi müsəddiq. Yəni mən bunu dəfələrcə demişəm, dövlət, müsəddiq ən böyük xainidir oydu ki, millətin əlindən nefti çıxartdı, verdi dövlətin əlinə. Yəni şahın əlinə. Məhəmməd Rızanın əlində nəf yox idi. Gətirdi hamısını Məhəmməd Rızanın əlinə. Dünya necə ərəblərin əlində idi. Hər kəsin zəmisindən çıxırdı. O zəmi sahibi, yer sahibi onun maliki idi. Dünya hər kəsə istirdi, neçə istirdi, satırdı. O gündən ki gəldilər bu nefti milli elədilər. Millətin əlindən çıxartdılar. Baxın kodlandırdılar beynimizi. Millətin əlindən çıxartdılar, verdilər şahın əlinə. Verdilər Xameneyinin əlinə. Və biz isə bilmirik bu neft nə cür olub, kimin. Onun üçün də baxın mədənlər də ucurdu, yerlər də ucurdu. Baxın tək o deyil. Azərbaycanın, diqqət buyurun. Azərbaycan işğal olmasa, onun dağları bizim deyil. Meşələri bizim deyil. Suları bizim deyil. Dərələrin torpağı, aşağısı, yeraltısı bizim deyil. Mərtələr bizim deyil. Əgər mən oradan köçəm 5 il o torpağı işlətməyəm, ona deyirlər bayır, bayirlər bizim deyil. Dair olsa onlarında ad qoyublar. Yəni əgər əkirsən, tökürsən, bağın su varırsan falan etsən sənindir, yoxsa olmasa getdi qutardı. Ya diqqət buyur, torpaqlarımız onlarındır. Bizim deyil, dövlət İran dövlətinindir. Baxın bu milli eli, niyə milli eləyiblər? Niyə? Çünki müsəddiqdən sonra bir dana da rəvac elədilər. Gəldilər şey dövründə. O İnqilab Şahı millət deyirdilər. Siz məndən yaxşı bilirsiniz. Sefid, İnqilab Sefid. 42-də, 44-də, 42-də. 41-42-də gəldilər, nə etdilər? Yerləri xanların əlindən, yəni milli idi. Millətin əlindən aldılar, verdilər kimin əlinə? Şahın əlinə. Şah oldu dünyanın ən böyük şeyi. Hə, indi mənə qəza dövlətə veriblər, şaha vermirlər. Dövlət kimdir əslən? Məsələn, indi İranda dövlət var. Xameneyi dövlətdir. Şah zamanında Məhəmməd Rıza Şah dövlətidir. Rıza Şah zamanında Rıza Şah dövlətidir. Amma Qacar zamanında Qacar dövlət deyildi.
Qacar idi, amma malik deyildi, yerlərə malik deyildi. Xanlar malik idilər, ərbablar malik idilər. Baxın, biz belə bir sistemə kodlanmışıq. Onun üçün də indi güc nə oldu? Güc, silah gücü, ordu gücü, sərbaz gücü də millətdə müntəqil oldu dövlət. Çünki Dünənəcən xan bu torpağın sahibi idi. Hər kəs gəlirdi o kənddə yaşırdı. Bu xanın təbəəsi olurdu. Təbəəsi olurdu, şəhərvəndi olurdu. Bir haqları var idi. Məhkəməsi də hətta bu çox vaxt bu xanın əli ilə olurdu. Yavaş-yavaş görünce elə oldu ki, bu xanın əlinə yerlərini aldılar, kağız verdilər. Get ki, nəzən bankdan pul alarsan. Xanı kətdən çıxartdılar. Kət dağıldı. 5 ilin içində, 10 ilin içində o kətlər dağıldı. Dünənəcən, əziz dostum, yəni o şeyəcən, o İnqilab-ı Şahı millətəcən, islahat ərziyə qədər İranda cəmiyyətin %90'ı kətlərdə yaşırdı. O gündən 10 gün, 10 il sonraya qədər cəmiyyətin %40'ı keçdi şeyə. Şəhər kətdə qaldı, qalan gəldi şəhər. O siyasetin davamında indi %5'i kətdədir, qalanı şəhərdədir. Şəhər nədir? Tolid yoxdur ki şəhərdə. Şəhər məsrəf kunəndədir. Kimlə məsrəf edir? Kətdə tolid edən yoxdur ki. Hamısı gəlir xaricədən gəlsin. Xaricədən gələndə kimlər bunları gətirirlər? Dövlətə bağlı olan sərvətlilər. Hər adam gətirə bilməz. Bir də sərvətlilər ki, o sərvətləri bəllidir. Hardan gəlibdi, nə cür gəlibdi, onlar gətirə bilər. Məsələn, siz bir dənə xan görsədin, deyin ki, məsələn, İranda 10 min dana sərmayədar var. O 10 min dananın 1000 danası xandır. Yox. Bunların hamısı keçən rejimdə və bu rejimdə oğurluqdan və hakimiyyətə yaxın olmaqdan, hakimiyyətə vəfadar olmaqdan, qətl eləməkdən, qarət eləməkdən, aldıqları ənamla, göz yumulduğu malla olublar sərvət sahibi. Bu günləri xaricdən cins gətirirlər, sizlə mənə verirlər və bizi kontrol edirlər. Bizi çox rahatca kontrol edirlər. Həm beynimizi kontrol edirlər, həm yemağımızı, içmağımızı, əslin ev eşiyimizi. Baxın, bir Tehranda 40 min dana ev var ki, icarə vermirlər. İcarəyə verin, boş qalır. Onlar 40 min dana versə, orada ev sahibi qalmaz. İcarədə gəlirlər aşağı. Yox, onlar o baskı şeydir. Tüm məsrəf kunəndəni əlində saxlayacaqdır. Falan şey istəyirəm, millət istəyir, yazı etiraz edir, falan şey yoxdur. Bərqi yoxdur, internet yoxdur, nə bilim, su yoxdur, nə bilim, dava yoxdur, dərman yoxdur, mərisxana yoxdur, maşın yoxdur, benzin yoxdur, falan yoxdur, bəhman yoxdur. Hər nə mənə desiniz, yemək yoxdur, çörək yoxdur, falan. İstədiyi qiymətdə qoyar üstünə. İstədiyi çünki millətin gücü yoxdur daha. Biz bu Kürtlərə bu sistemi tutmuşuq. Kürtlər bu sistemi saxlayıblar, Türkmenlər saxlayıblar, Bəluçlar saxlayıblar, Ərəblər saxlayıblar. Biz Azərbaycan türklərimi təəssüfənə əldən vermişik. Kürt bizim düşmənimizdir. Baxın, o zaman ki deyirik biz və bizdən eşitdi ayrıları, bicanə, o zaman onlar bizim düşmənimizdir. Yəni, o zaman ki deyirik ağa, Türk qabağında erməni, Türk qabağında Yahudi, Türk qabağında müsəlman, Türk qabağında Şiə, Türk qabağında Fars, Türk qabağında Kürt, Türk qabağında Ərəb, Türk qabağında Bəluç. Hər kəs ki bu Türkün qabağında vardı və bunu təhdid edir, mənafiyin düşməndir. İndi bu düşmən sözü biraz sizə ağır gələr, deyək rəqibdir. Yəni sizin mənafiyinizi azaltmağa çalışacaqdır. Təbii ki biz Kürtlərlə ittifaq da eləməsək də onları biz yerə düşmən görək. Amma bu iki düşmən, müştərək düşmənimiz var ki, hamımızı salıb da ayağının altına əzir, onu yıxmağa məcburuq ki, hər kəsdən ki mümkündür kömək ala bıraq. Biz İsraildən də kömək almalıyıq, Amerikadan da kömək almalıyıq, əgər eləyə bilsək və əgər versələr. Çünki onların mənfəətləri İsrailin də, Amerikanın da, Rusiyanın da, İngilistanın da, Almanın da, Fransa'nın da, Otrişin də, Hollandin də, Danmarkın da, Kanadanın da, hamısının və hamısının mənafiyi buradadır ki, İran rejimi qalsın. Çünki o rejim fiilən milli deyil. Adı millidir. Millətin orada mənası yoxdur. Onun üçün bir nəfər təslim tutur. Onlar əvəzincə bir millət ilə tərəf olurlar. 90 milyon adamla ya 40 milyon türk ilə tərəf olurlar. Gedirlər bir dənə Xamenei ilə tərəf olurlar ya onun nümayəndəsi ilə tərəf olurlar. Müşkülə həll edirlər. Alverlərini edirlər, istədikləri pulları özümüz olur. 800 milyar dolar pul gəldi getdi Əhməd Müjdat dövründə. Bir danası, bir doları Azərbaycanda xərc olmadı. Biz bunun üçün çox aydın olmalıyıq. Dərvaqə Hidayət bəy, o islahatda bir cür oldu ki, millətin əlindən, xanların əlindən yerləri aldılar və rəiyyətləri Qacar ünvana şəhərə köçürdülər və özünün sərmayədarı sistemində bunları öz mənfəətlərini işlətdilər. Tərbiyyə bir cür demək olar. Və xanlar ki, bir dənə milli və o torpağın adamlarıdır və o torpaqlara sahibidir. Onları o torpaqların sahibliğindən çıxartdılar. Bir cür də mənə eləmək olar. Siz deyən çox doğru, çox düzdür. Çox aydın olmalı ki, güclü düşməni necə yıxmaq olar? Əgər mənim vəznim, ağırlığım tərəzidə 40 kilodur, amma o adamla ki güləşəcəyim 200 kilodur. Onun bir qolu mənim vəznimdən ağırdır, qolun qoysa üstümə dura bilmərəm. Burada mənim onunla savaşmağım iştibahdır. Nə etməliyəm? Gərək ki, Kürdü, o birisləri kuşduram onun üstünə, onu yıxalar. Əgər ağıllı olsa, məsələn, o araya girib onunla güləşməyəm. Onları kuşduram güləşələr. Bağışlayın misalı, bəlkə pisdir. 5-10 dana it saxlırsan, yalaq verirsən, o zaman ki lazımdır, onları kuşdurursan birinin üstünə qapırlar. Yırtırlar, döşürlər yerə. Ya gərək otur ağıllı olasan, 5-10 dana it saxlayasan, ya da gərək özün savaşasan. Siz bunu seçmək məcburiyyətində. Əziz dostum, axı şəhərdə iş yoxdur ki. İran Nasional maşın vururdu, yaxcəl vururdu, nə bilim falan vururdu, bəhman vururdu. Şərəfdə, Tehranda, fulanda, bəhmanda. Davaxana dava düzəldirdi. Məsələn, şirkətlər var, hətta Aruz Hazi deyirlər. Bunlar dava düzəldir. Heç birisi düzəltmirdi, tolid kunəndə dəyirdi.
Baxın, məsələ budur ki, biz məsrəf kunəndəydik. Yəni İngilistandan PK-nı vururdular qətələrin şeyə, nədir? Gəmiyə. Gəlirdi. Tehranda da, ya Kərəstədə, ya Təbrizdə də traktoru ya şeyi bunların piçinə bağlayırdılar bir-birinə. Bu iş deyil. Biz torik kunəndə deyildik, məsrəf kunəndəydik. Bunu istəyirəm deyəm. Biz sənəti məsrəf kunəndə və fikri məsrəf kunəndəyik. Hətta bu günləri də. Çünki analiz eləyə bilmirik. Biz əgər istəyək analiz eləyək, görəcəyik bizim məsələn fikrimiz nədir olubdur. Oradan da başlasaq sənətimizdə görəcəyik sənət nədir olub. Sağ ol dostum, təşəkkür edirəm. Mən çox danışdım zahirən. Bilmirəm indi faydalı olacaq ya yox, amma çalışdım ki, biraz o düşüncəmi sizə yetirəm. Təbii ki, cənabınızın düşüncəsi çox dərindir. Mən sayğı ilə şey edirəm, yəni müxalifət eləmirəm düşüncələrinizlə. Amma təkcə bir şeylə ki, müxalifət edirəm, o da budur ki, Kürt bizim birinci düşmənimiz deyil. İkinci, üçüncü düşmənimizdir. Ən böyük düşmənimiz Farsdır. Çünki torpaqlarımızı işğal edibdi, işğala davam edir, dövlətimizi yıxıbdı, dövlət qurubdu, bizi idarə edir, beynimizi idarə edir və istədiyi kimi bizi kodulur. Biz gərək bunun qarşısında duraq. Zəifliyimizin illəti də o tarixi, siyasi, idari sistemimizin aradan getməsi ki, mən onu xanxanlıqda görürəm çox. Var olun, sağ olun. Düşüncələrinizə qulaq asaram, əgər göndərsiniz. Var olun. Hidayət bəy, mən də təşəkkür edirəm. Çox mənim üçün faydalı oldu. Çox şeylər aldım. Amma bu Kürt məsələsindəki deyirik, ya Fars məsələsində, mən demirəm ən önəmlisi Kürtdür. Mən bir cür baxıram ki, biz neçə cibhədə yox. Ermənilər heç mərzinin özündədirlər. Burada Kürdlə Farsın cibhəsi ta hüdud bir-birlərinə yaxındır. Ona görə mənim əsl nəzərim budur ki, bir zaman gözümüz mütəmərkiz ola Farsa, o birisi cibhədən zərbə yeyək mövzudur. Eyni deyim, rəciyyəti zaman təkin Urmiyədə biz mütəmərkiz olduq Farslara, olan düşmənçiliklərini, olan cibhələrini. Dağlıdan Kürdlər işlərin öz mənafeylərindən ötürü və bizim ziddimizə orada gördülər. Mən buna Hidayət bəy, mən də təşəkkür edirəm. Çox mənim üçün faydalı oldu. Çox şeylər aldım. Amma mən buna katılıram ki, bəli Farslar bizim əsl düşmənimizdir və deyə bilərəm qüdrətləri var. Tamam sistem onların əllərindədir. Amma bu birisi cibhəndə heç zaman gözümüzdən atmamalıyıq. Mənim Kürdlərə baxışım odur. Bir də bir mövzu istədim mətrəh edəyəm. Biz əgər Urpanı, İngilisi söhbət edək, ümumən zaman və mövqeyiyyət ki, İngilistan və Urpa eləyə bildi, hərəkət eləsin və istimara üz gətirsin. O da necə ki bilirsiniz, Rönesansdan sonra idi, ya kilisalardan sonra idi. Və illəti bu ki, İngilistanda din yoxdur. O da budur ki, kilisalar neçə yüzyıllara hökumət eləyəndən sonra bunlar anladılar ki, din bunlara bez bədbəxtçilik ayrı bizə gətirməyəcək. Amma burada bunlar ayrı bir nəticəyə yetişdiler. Biz əsr Rönesansdan özə əlavə bər bu ki, Urpanı və İngilisi kilisadan ayrı görürük və ondan qopma bir ayrı bir şeye de şahidik. O da rüştü fikri və rüştü elmi Avropa və İngilisidir. Ki bu rüşt neçə sahədə ola bildi. Əlavə bərinci sənətdə, elmidə oldu. Rəvanşinasi və rəvanşinasi ictimaidə də bu rüştü bunlar elədilər. Ya bütün mən tozif verə bilərəm ki, Avropa, bəxüsus İngiliz, şeydən sonra, kilisalardan sonra otlu bu nəticəyə yetişdi ki, bu kilisalar bizim başımıza nə oyun gətirdi və bu kilisadakı keşişlərin nə qüdrətləri var idi. Orada yetişdilər bunlar ki, bəli, kilisalar sahibi təfəkkürat bir camiyə sahibdilər və onların camiənin təfəkkürat fikirləri onların əllərində və ona görə də neçə yüz il o kilisaların altında idilər. Buna diqqət eləmağın bu kilisaların və ruhanların və dinin əhəmiyyətini bir daha istimada bir ünvan hakim əfkar ümumi camiyə dərk elədilir. Amma bundan bir nəticə aldılar. O nəticədə bu idi ki, biz bu işi nə cür eləyə bilərik ayrı camiələrdə görək və bu qüdrəti ki, bir dənə keşişin vardı ki, eləyə bilir əfkar camiyə hakim ola, bunu əlimizə keçirdik. Və buna yetişdilər ki, əgər biz eləyə bilək bu keşik ya malla, ya ruhani və hər şəkli onlar ki, din ünvanında və dinin miyanciləridir, onları ələ gətirə bilirsək, o camiəni ələ gətirmişik. Eyni bu məsələ dəqiqən gəldi. Rönesansdan sonra tamamən ərəb dünyalarında və şərq dünyasında bu tezlərin bunlar dəqiqən piyadə elədilər. Bazı və çox bu ki, elm və camiə-şinasiyyədə bunlar müsəllət və müsəlləh oldular. Bunun nəticəsi bu oldu ki, gəldilər, o planları qoşdular, 100 illik planlar qoşdular və bunun üstündə işlədilər. Çoxlu ölkələrdə özlərinə ruhani törətdilər, ta o camiənin əfkarına hakim olsunlar. Və onlar bunu dəqiqən bilirdilər ki, hətta bir dənə padişah, bir dənə rəis sistemi və ictimai o təsirci qoya bilər, təriratçı yaralda bilər bir daha ictimada. Heç zaman o qədər ola bilməz ki, bir daha ruhani malla o ictimada yaralda bilər. Bir misal vura bilərəm ki, biz baxsaq keçmişə, qabaqçı insanların, əvvəliyyə insanların camiələrini bərrəs edəndə əvvəldən 2 dənə bizim qəbilələrdə nüfuzlu adamımız olub. Biri rəis qəbilə idi, bir də Cadugər qəbilə idi. Rəis qəbilə kullu sistemi qəbiləni idarə edirdi və qanunları filan icra edirdi. Amma Cadugər qəbilə nə idi? O əfkarı o qəbiləyə hakim idi. Burada bir dənə mövzu var, bir dənə sual. Əgər istəsəydi rəis qəbilə o qəbilənin qanunun əvəzliyə, aya bunda o ixtiyar və qüdrət var idi ya yox?
Burada əgər biz diqqətlə baxıb görək yox idi. Yəni əgər istəsəydi bir dənə rəisi qəbilə deyər ki, bu gün nəmə biz çay içirik buradan, sabahlamı çayın əvəzinə mos suyu içəcəyik. Cəmaət heç vaxt qəbul eləməzdi. İlləti bu idi ki, deyərdi bizim babamız bu işləri görür, biz də həmin o işləri görəcəyik. Amma burada cadugər qəbilənin ayrı bir nəqşi ola bilirdi. O da nə idi? O da bu idi ki, əgər cadugər qəbilə eləyə bilsəydi, bunu desəydi ki, siz çayın əvəzinə mos suyu içəcəksiniz, qəbul edərdilər. Bunun illəti nə idi? Bunun illəti bu idi ki, onlar cadugəri qəbiləni bir dənə özlərindən ayrı və mavərayı bir dənə insan tərəqqi edirdilər, görürdülər. Və hətta bu cadugərlər də öz şəkillərini əvəzləməklə ki, əvəz paltarlar giydilər, üzlərini biz ayrı bir şəkildə araş edirdilər, başına bir cümcümə qoydular. Bunu istədilər bu qəbilənin əfradına göstərsinlər ki, biz sizinlə fərqli yox. Bu fərqli olmaqdır ki, baisi pəzirişi cadugərin sözləri əfradı qəbiləyə olurdu. Dəqiqən bu məsələni necə biz məsələn bəlləsə eləsək bu keşiklərin, mallaların, tamam ruhanların, firon zamandakı ruhanların hamısını baxsaq görək ki, şeş şəmaili adlı adamlardan fərqlidir. Və özlərini bir şeşə sallar ki, biz sizdən dəyirik. Və bu cəmaətə pəziriş gətirirdi. İndi bu məsələləri dedim, Rönesansdan sonra bu məsələni Avropa böldü. Ki, bu cadugəri qəbilə, bu ruhani, bu keşik, bu malla, bu bilmirəm, xaxam nə nəqşi ola bilər bir dənə camiədə və o nəqşidən bunlar nə cür istifadə edib o camiəni istismar edə bilərlər. Bu rabitədə gəldi dinlər ki, biz deyirik əfyondur filan. Bunlar əfyon o şəkildə dəyildilər. Bunlar vaxtı əbzar elədilər bu dini və dinin əhəmiyyətin bir ünvandan əbzar istismarı da bildilər. Ondan sonra bütün dünyanı başladılar o şəkildə o əbzarını istismar etməyə. Ki bizim ya İran olmuş olar, ya Hindistan olmuş olar, tamamilə hamısı bu əbzarla istismar olunubdu. Və o işi biz deyirik ki, indi Avropada, İngilisdə məsələn şahın din yoxdur və şahı bilirlər. Buradan hesab qaynaqlanır öz dilimizdə. Və bunun 4-500 il bundan qabaqlıq hesab sabiqəsi vardı. Sən çox yormayayım, Hidayət bəy, siz bu konularda bizdən uzmansınız, ustasınız. Mən zaten öz nəzərimi deyirəm və kitabları oxumamışam. O şey ki, özüm araşdırıb fikir eləmişəm, bu nəticələrə yetişmişəm. Hətta indi paltarlar göz mallardan filan dəqiqən həmin yerdən nəşət tapır. Və indi istismar indi bu şəkildəki indi 400 ildir dünyada bunyanquzları ingilis olmuş olar, hesab qabağa gedilir, planlanır. Çox pisidədir. Yəni o sadəlikdə biz fikir eləyirik, deyil. Pisidələşib, əbzarlarda pisidələşib, texnologiyonu öz ixtiyarına alıb bu şeylərdə görə, istismara görə. Bu çox önəmlidir. Bu sözlərdən axırda bir nəticə alalım. O da budur ki, indi bu əsrdən ki, bu internet var, bu mobil var əlimizdə və huş məsnui giribdi ortaya. Burada məsələ çox fərqli olacaq və ayinə də çox fərqli olacaq. Bir babətdən bu mobil, bu dünya məcazı bizim bir babətdən nəfimizədir. Bir babətdən də istemarın nəfinədir. O şey ki, indi bu mobil bizə böyle pəncərə olmuş olur ki, tamamı dünyanı görürük və Cahan-ı Sevun və ya Afrikanın qələləri də bu pəncərədən baxıb Urfanın rifahını görüb və oranı tərk edib özlərini yetirirlər Urfaya. Hətta canlarından da keçirlər onun ötürü. Bunun hasil edir ki, bu mobil olan əllərində olub. Aya bunu bu mobili cürləyənlər ki, istemargərlərdir, istismargərlərdir. Bu mövzunu ki, bu mobil nə iş görəcək, olanın ziddinə təbdil olacaq, bilirdilər ya yox. Əgər bilirdilər, bəs onda o zaman bu mobilin niyə bizim əllərimizə yetirib, Cahan Sevuna yetirib. Amma mən bilirəm ki, bunun da qabağında bir şeyləri var ki, hətta bu mobillə eləyə biliblər, indi tamamı cəvamiyini analiz eləsinlər. O zaman ki, Marco Polo Avropadan gəlir, gedir, Çinə neçə aylar yol gedir, biz bunu bir daha səyyah görürük. Yəni mənim nəzərimdə o bir səyyah deyildi. Bəlkə bu böyüklərin xidməti Urfaya elədi. Nəzir tamamı o yoldaş getdi, tamamı itilat, ictimai, siyasi, iqtisadi o yoldakı məmləkətlərin var idi. İranın, Ərəbin, Türkiyənin, hətta getdi Xaqan Çinin yanında, Çinin də vəziyyəti, mövqeyi, ictimaisinin, tamamı məsələ nizamının, nöqtə zəifləri, nöqtə qüvvətin hamısını yazdı, gəldi, alıb qoydu Urfanın ixtiyarına. Və o itilatın üstündə eləyə bildi İngilis gəlsin, neçə milyon, 800 milyon cəmaəti istismar altına alsın ki, axırında gəlsin tam təmbaku zənginə bünzəri olsun. İngilisin istemarçisində dəqiqən o itilatın üzündə idi ki, bu Marco Polo gətirib vermişdi biləsinə. Və özü bilirdi ki, Çinin əhalisi cəmiyyəti əgər yeriyə də gəlsələr Urfaya, onları qarşıqa təşkil əzib gələcəklər. Oturub həm fikir elədilər və tamam əbzarları ki, var idi əllərində, onlara fikir elədilər. O elmə sahibi idilər, o güzəştliyə sahibi idilər, o nəticəçiliyi ki, kilisalardan sonra bunlar hesab eləmişdilər və itilata və elmə sahib olmuşlar. Gəldi nəşr səhdilər ki, biz bir şaxta cəmiyyəti ki, bizə xətər ola bilər, nə cür qabağını ala bilərik və ya nə cür bunları minib istismar edə bilərik. Çox cəlibdir. Ki o zamanın cəmiyyəti, İngilisin cəmiyyəti əgər fərz eləyək ki, 5-6 fikir 10 milyon, 20 milyona izafə olmazdı, gəldi neçə 100 milyon nəfərə hakim oldu Çində. Və onlar da məbadlı müxəttiri ilə istismar altında qərar verir. Hətta sonra da necə ki, onlar qəbul eləmədilər, bunlar keçdilər, göndərdilər ora. Çində deyirlər, almazı tirlər, zəng eləyəcək. Bunların hamısına bir dənə nəticə ala bilərik. Bu nəticəni ala bilərik ki, bu çox böyük ki, bu istemargərlər tamamilə zəbanşünasi cəmiyyəyə və ictimaiyyəyə və zəbanşünasi fərdiyyə hakimdilər. Bundan sonra bizim başımıza nə oyun gətirə bilərlər. Vaxtı bu huş məsnəsi indi bizim əlimizdədir. Ya hətta gəldi şəklində bizə verib istifadə etmə və sonradan bunu pul edib pul verəcək yox. Bunların yuxarı verjinləri olan əlində və bu yuxarı verjin onlara dünyada nə minələ təzyiq təhlil edirlər. İranı bizim cəmiyyələrimizin nə cür təzyiq təhlil edirlər. Bir babət istəyirəm bunu da deyəm ki, həmin bu bizim əlimizdədir. Marco Polo neçə illər ki, zəhmət çəkdi o itilat apardı verirdi bu şeyə Urfaya. İndi oturur Urfada bizim o serverlər ki vardı, biz indi sizinlə danışırıq ki, ayrı məbahis olur. Eləyə bir daha cəmiyyəni tamamilə analiz eləsin ki, aya bunun potansiyeli şeyi var, inqilabısı var. Əcəb vardı nə həddidədir? Hansı neyrular bunun qabağında qərar verə bilər? Hansı zaman nə edə bilər? Qabaqsından bu itilatın üstündə kanunda manor verir və bizim ayəndə tamam hərəkətlərimizi xums edir və öz dediyinin yerinə oturtur. Hidayət qardaş, çox pisidə zamanda yaşayırıq, çox pisidə, istemar çox pisidə. Bizdə nəhayəti zəifidir. Burada nə fəqət dünyanın İran məsələ, dünya məsələdə bunun şüasının altındadır. Bütün o kiçik və zəif ölkələr. Biz
indi nə eləməliyik? Hətta İran cəmiyyətində nə eləməliyik ki, eləyə bilərik. Bu mövzunu xüsus eləyək. Bu da bir ayrı bir böyük bəhs edir ki, gərək indi onda bu texnologiyalarla necə müqavilə etmək olar və ən önəmlisi bu ki, istemarın nəqşəsi bu cəmiyyəyə nə minədir və gələcəkdə istəyir nə iş görsün, buna əl tapmaqdır. Bu əl tapmaqda itilat istər, itilatı onlardan çıxartmaq olmaz, amma bir ay yerlərdən bu itilatı ələ gətirmək olar. Bu mənim nəzərim əlbəttə. Bu itilat və bunların hərəkətlərin, keçmiş hərəkətlərin biz analiz eləməklə eləmək olar ki, və bu bir miqdar hesab şey olmaq olar ki, demək olar təxmin qurmaq olar və pişminə eləmək olar ki, qabaqda nə minə var, gələcəkdə nə minə ola bilər. Burada bir daha da mühüm mövzu var. Aya fəqət bu qüdrət onların əllərindədir. Aya bu bir millətlər, eyni İran milləti təşkil ki, onlara qolçaq təşkil olubdur. Bunların çıxış yolları bu matrixdən vardır ya yox. Bu çox önəmlidir. Bunun üstündə fikir olunmalıdır. Mən çox yormayım, öz nəzərlərimi deyim. Çox nəzərlərim ola bilər düz olar, çox nəzərlərim ola iştibah olmuş olar. Bu danışıqdan çox mən faydalandım və çox qəşəng və faydalı bir söhbət idi. Sağ olasınız, yaşayasınız. Nə yaxşı ki varsınız, sağ olun. Bir də Hidayət bəy, bu zeynimə düşdü. Əgər biz indi məntəqəyə siyasətlərə tanış olmayaq və elmi siyasətə tanış olmayaq və o birisi dövlətlərin planların və bərnamələrin bizim məntəqədə bilməyək, biz heç bir zaman eləyə bilmərik ki, bura bir çarə yol tapaq və özümüzə bir məsir və yol intixab edək. Ona görə bizim məntəqənin tamamı şeylərin parametrləri ki, burada daxildir və o möhrələr və şətranc işi burada qurulubdur və möhrələr onun üstündədir. Nə cür hərəkət edəcəklər və eləyirlər. Bunları biz bilməsək, bizim üçün çox çətin ola bilər ki, biz bir özümüzə taşkil və bir dənə hədəf müəyyən müddət özümüzə təyin edək. Bu böyük tərin məsələdir. Şimdi bizim var, Batı və bu il ki, elə heç günə Türklərin münsəzim təşkilatı yoxdur. Hər halda itilat lazımdır. Yəni demək olar, cəmaəti bir yola çəkmək üçün itilat lazımdır. O itilatın üstündə də bir plan qoşmaq və onu icra eləmək və icraî şeyləri, əbzarları lazımdır ki, onu bu hədəfə tərəf nə demək olar, yürütmək olar. Sağ olasınız yenə. Təşəkkür edirəm həmşirinizdən. Yaşayasınız. Koymamışlar.
Bunların qabağında dayanmışdı.